Salam, hər vaxtınız xeyir. Bugün 7-ci sinif iş dəftərindən sürət mövzusuna baxacağıq. Yəni sualların izahına baxacağıq. Başlayaq. Deməli, bizə birinci sualda nə verilib? Gedilən yolun bu yola sərf olunan zamana nisbətinə bərabər olan fiziki kəmiyyət adlanır. Biz də indi deyilənləri yazaq. Gedilən yolun, yəni elin, deyir ki, zamana nisbətinə, yəni elin t-yə nisbəti biz bilirik ki, sürəti verir. Yəni burada sürət olacaq. Sürət. Daha sonra yer dəyişmənin bu yer dəyişməyə sərf olunan zaman nisbətinə bərabər olan kəmiyyət. Biz bilirik ki, yer dəyişmənin bu yer dəyişməyə sərf olunan zaman nisbəti də elə bizə sürəti verir. Yəni V bərabərdir. Yer dəyişmə vektorial olduğu üçün üzərinə vektor çəkirik. V bərabərdir. S vektorial bölünsün T. Yəni yer dəyişmənin bu yer dəyişməyə sərf olunan zaman nisbətinə bərabər olan kəmiyyət gördüyümüz kimi sürəti verir. Sadəcə burada skalyardır, çünki yol skalyardır. Yer dəyişmə vektorial olduğu üçün burada sürət vektorial olacaq. Beynəlxalq sistemdə yola görə sürətin vahidi aşağıdakilərdən hansıdır? Beynəlxalq sistem dediyi üçün biz bilirik ki, yola görə sürət V bərabərdir, L bölünsün T'dir. Burada L'in vahidi metr olacaq, zamanın da vahidi saniyədir. Yəni metr bölü saniyə. Gördüyümüz kimi buradakiler da uyğun gəlir. Sadəcə bunlar BC-də deyil də. BC-də olmayan vahidlər. Məsələn, burada saat var, kilometr var, burada santimetr, dəqiqədir. Bunlar əsas deyil axı. Yəni əsas vahidlər sırasında deyil. Avstraliyada yaşayan kenguru 30 dəqiqə ərzində 18 kilometr məsafə qət edə bilirlər. Deyir ki, onların yola görə sürətini hesabla və cavabı beynəlxalq sistemdə, yəni vahidlər, yəni əsas vahidlərdə deyib ifadə et. Deməli, burada baxırıq. Bizə ilk növbədə nəyi verib? Zamanı verib. İndi biz orada yazaq ki, indi aşağıdan yazaq T bərabərdir, 30 dəqiqədir. Onu da əsas vahidə çevirmək üçün 1 dəqiqəmiz 60 saniyədir də 60-a vurmalıyıq. O da eləyəcək 1800 saniyə. Daha sonra bizə nə verir? Baxaq, məsafə verib 18 kilometr. Məsafəmiz də biz bilirik ki, L və ya S ilə işarə edə bilər. L yazaq 18 vurulsun 10 üstü 3 metr şəklində yaza bilərik. Daha sonra bizə nə istəyir? Yola görə sürəti deyir hesabla. Yola görə də sürət V bərabərdir. L bölünsün T şəklində olacaq. Məsafəmiz, L'imiz 18 vurulsun 10 üstü 3. Zamanımız da aldıq ki 1800'dür. Yəni 18 ilə 18'i xısar gedəcək, bu 2 sıfırdan xısar gedəndə burada bir dənə 10 qalacaq. Yəni biz 10 metr bölünsün saniyə almış olduq. Bizim sualın cavabı 4-cü sualda. Şimdi buranı biraz təmizləyək. Əsas vahidlər istədiyi üçün biz dəqiqəni saniyəyə, kilometrdə metrə çevirdik. Daha sonra deyir ki, yuvasından ov üçün uçan qartal müəyyən müddətdən sonra yuvasına döndü. Neynədir? Başlandığı nöqtəyə döndü də. Əvvəl yuvasından getmişdi, deyim, ov üçün getmişdi və daha sonra neynədir? Müəyyən bir zaman keçəndən sonra yuvasına döndü. Onun yer dəyişməyə görə sürətini tapın. Yer dəyişməyə görə sürət V bərabərdir. Vektorial S vektorial bölünsün T'dir. Bu şəkildə hesablanır. Bəs bizə əsas məqam nədir? Yer dəyişmənin tərifindən biz bilirik ki, başlanğıc və son vəziyyətləri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır yer dəyişmə və burada yer dəyişməyə görə biz sürəti tapırıqsa, ilk növbədə yer dəyişməni bilməliyik də. Və bizə deyir ki, yuvasından ov üçün uçan qartal müəyyən bir vaxt keçəndən sonra, məsələn, tutaq ki, A nöqtəsində idi bunun evi, müəyyən bir vaxt keçdi, haralarasa getdi, tutaq ki, B nöqtəsinə və təzədən neynədi? Qayıtdı həmin nöqtəyə, yəni başladığı nöqtəyə qayıtdı da. Onda biz deyirik ki, əgər cisim başladığı nöqtəyə qayıdıbsa, yer dəyişməsi 0 olur. Və buradan da yer dəyişməyə görə sürəti də 0-a bərabər olur. Daha sonra bizə Euler-Venn diaqramı verilibdir və Euler-Venn diaqramı baxaq. Deyir, həm ədədi qiyməti, həm istiqaməti var. Bu biz bilirik ki, nədir? Vektorial kəmiyyətlərə, yəni vektorial fiziki kəmiyyətlərə xas olan xüsusiyyətdir. Bu da yer dəyişməyə görə orta sürəti vektorialdır. Ona görə
1-i bura qeyd edəcəyik. Yalnız ədədi qiyməti var. Bu da skalyar kəmiyyətlərin xassəsidir və onda yola görə sürəti biz bilirik ki, skalyardır. Çünki yol skalyardır. Ona görə 2-ni bura qeyd elədik. Beynəlxalq simli vahidi əsasdır. Bu oxşardır. Çünki ikisinin də vahidi metr bölü saniyədir. Yəni yola görə sürət el bölünsün t şəklindədir. Yol dəyişməyə görə sürət də bu şəkildə olacaq. Göründüyü kimi ikisində də metr bölü saniyədir. Burada da metr bölü saniyədir. Yəni bu oxşar oldu. Vahid zamanda gedilən yoldur. Təbii ki, yoldan söhbət gedirsə, deməli bu yola görə sürətdir. 4 bura. Vahid zamanda edilən yer dəyişmədirsə, deməli bu da yer dəyişməyə görə sürətdir. Daha sonra sonuncu sualımıza baxaq. Deyir, sxemi tamamla. Baxaq. Skalyar kəmiyyəti. Biz bilirik ki, yol və bunun sürətdən söhbət gedirsə, bu yola görə sürətdir. Yola görə yuxarıdan biraz yazaq, sələqəli olsun. Yola görə sürət. Daha sonra beynəlxalq sistemdə vahidi. Biz bilirik ki, vahidi metr bölü saniyədir. İkisinin də yer dəyişməyə görə də yola görə. İndi burada yer dəyişməyə görə sürət biz onda deyə bilərik ki, bu vektorial kəmiyyətdir.